اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد وآله الطيبين الطاهرين المنتجبين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, sizleri ve özümü təqvaya dəvət edirəm. Allah Teala inşallah bizi təqva azuqəsi ilə bu dünyadan köçməyə nəsib eləsin. Bu mübarək Zilhiccə ayının mübarək günlərində və xüsusən cümə günündə Allah Teala bizim təqsiratımızdan, günahlarımızdan qələmi əfv çəksin və inşallah bugünkü günlər ki, mübarək bayram günləridir, bu bayram günlərini bizə mübarək eləsin. Cümə söhbətimizin birinci xütbəsi Allah Teala'nın bizə bəxş elədiyi ömür nemətinə aiddir ki, bu nemət, bu ömür neməti düzgün istifadə edilmədikdə insan övladı zərərə məruz qalır, itki verir, ziyan içərisində olur. Ümumiyyətlə zərər, hər hansı bir zərər sərmayənin əriməsi deməkdir və insanın sərmayəsi də onun ömrüdür. Allah göstərməsin, insan ki zərər içərisində olar, deməli onun sərmayəsi əriyib əlindən gedər. Yəni ömrünün əriyib əlindən getməsidir. Allah-u Teala Əsr surəsində, bayaq oxuduğum Əsr surəsində zamana and içir, əsrə and içir, zamanın bir hissəsinə, bölümünə, dəhrinə and içir və sonra buyurur ki, yəni zamanın əzəməti, zamanın böyülüyünə, böyülüyü Allah yanında böyüdür və bizim yanımızda da əzəmətli olduğu üçün Allah Teala əsrə and içdikdən sonra buyurur ki, insanlar itki içərisindədir, ziyan içərisindədir. Yəni əsas sərmayəsi olan ömür sərmayəsini əridərək əlindən verməklə məşğuldurlar. İllə yalnız istisna olanlardan başqa, müstəsnalardan başqa. Onlar da kimdir? İlləl-ləzinə əmənu və amilus salihat. Onlar o kəslərdir ki, onlar iman gətiriblər və salih əməllə, yaxşı əməllə məşğuldurlar. Yəni ömür sərmayəsini, ömrünün saatlarını, günlərini, dəqiqələrini salih əməllə keçirdənlər. Ömrümüzün saatları, dəqiqələri salih əməllə keçmədikdə, yəni Allah Teala'nın əmr və qadağaları çərçivəsində keçmədikdə bu ömür itki sayılır. Bunu Allah Teala belə adlandırır. Ona görə bizə verilmiş bu qiymətli, dəyərli sərmayəni Allah istəyir ki, bəndəsi bir daha yada salmaqla istəyir ki, bəndəsi bu sərmayədən doğru düzgün istifadə eləsin. Ki, məsələn, birinə bir sərmayə verərsən və yaxud da ata övladına ticarət üçün bir sərmayə verər ki, bunu ticarət elə və bu sərmayəni böyüt, artır. Amma o övlad aparar, bəzi övlad aparar, o sərmayəni çarx-çurx edər, necə gəldi xərcləyər və batırar, itirər. Əlində olanı, ona verilmiş sərmayəni itirər. Amma bəzi övlad da olar ki, o verilən sərmayəni doğru düzgün istifadə edər və onu böyüdüb, böyük bir işə çevirər. Eynilə də ömrü də belədir. Allah Teala'nın bizə bəxş elədiyi bu ömür
bizim istifadəmizdədir. Buna nə dərəcədə biz nail ola bilərik ki, biz o ömrümüzdən doğru düzgün istifadə edək və Allah yolunda bu ömrü sərf edək. Çünki buyururlar ki, dünyanın bir günü ahirətin 1000 ilindən üstündür. Dünyanın bir günü, dünyada olduğumuz müddətcə bir gün, ahirətdə olacağımız 1000 ildən üstündür. Niyə üstündür? Çünki dünyada o bir gün ərzində Allahın razılığını qazanmaq üçün bizlər müəyyən işlər görə bilərik. Salih əməllər yerinə yetirərik və xeyirlə nəticələndirərik o bir günümüzü. O bir gün bizə xeyirlə başa gələr, başa çatar. Amma ahirət günündə artıq heç bir şey əldə eləmək mümkündür. Nə ibadət eləmək mümkündür, nə itayətdə olmaq mümkündür, nə kimlərinsə xidmətində olmaq mümkündür ki, o illəri ahirət illərindən istifadə edəsən. Ahirət yalnız və yalnız hesab üçündür. Bu dünyadakı günlərimizin hesabı üçündür. Keçirdiyimiz saatların hesabı üçündür. Ona görə Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, iki nemət vardır ki, insanların çoxusu bu nemətin qədrini bilməz. Bizlər ömür sərmayəmizə çox əhəmiyyət vermərik insan övladı olaraq. Elə bilirik ki, bu gün varsa sabahı da var, bu birisi günü də var və elə bilirik ki, bu günlər ilə təbii olaraq bizə bəxş olunacaq və tükənən deyil, bitən deyil. Halbuki bu belə deyil. Yəni sabahlar tükənəndir, günlər tükənəndir, dəqiqələr də tükənəndir, hətta nəfəslər də tükənəndir. Yəni nəfəslər belə sayılıdır. Hz. İmam Baqir əleyhissalam buyurur ki, Allah Teala'nın insandan başqa yaratdığı bütün yaradılmışlar, yəni heyvanat, nəbatat, bitkilər, cəmadat, dağlar, çaylar, kainat, ulduzlar, planetlər və s. bunların hamısının ömür müddəti var və onların ömrü zikr sayı ilə ölçülər. Yəni Allah Teala'nın yaratdıqları Allahı bilirsiniz ki, təsbih edər. Qur'an-ı Kərimdə Allah bunu neçə dəfə bəyan edir, buyurur ki, Yusabbihu lillahi ma fis-semavati və ma fil-arz. Allah Teala səmalarda və yerdə nə yaradıb, nə xəlq edib, onlar hamısı Allahı təsbih edərlər, zikr edərlər. Onlar bir anda olsun Allahın zikrindən geri qalmazlar. İmam Baqir əleyhissalam buyurur ki, Allah Teala'nın bu yaratdıqları, yerdə və göylərdə olan yaratdıqlarının ömür müddəti onlar üçün biçilmiş, təqdir olunmuş zikir sayı qədərdir. Zikir sayı bitdikdə Allah Teala'nın onlar üçün, məsələn deyək, bir məxluqun zikri milyondur. Və o bitdikdə onun da ömrü, missiyası tamamlanar. Bir insandan başqa. İnsan övladının ömrü isə nəfəs sayı qədərdir. Nəfəs sayı qədərdir. Yəni deməli, bizim alıb verdiyimiz gün ərzində neçə dəfə ki nəfəs alırıq və yaxud dəqiqə ərzində neçə dəfə nəfəs alıb veririk, bunlar sayılıdır, tükənəndir yəni. Bunlar bizim üçün daimi deyil. Əgər nəfəs tükənəndirsə, deməli dəqiqələr də tükənəndir, deməli günlər də tükənəndir, təqvim də tükənəndir. Allah-u Teala bu zaman biçimini biz insanlar üçün xəlq eləyib ki, bütün məxluqat bu zamanın çərçivəsi içərisindədir. Əslində bu bir ilahi nemətdir. Eyni zamanda zaman məfhumu insan övladı üçün Allah Teala'ya ibadət etmək yolunda köməkçi bir vasitədir. Məsələn, Ramazan ayı yetişməsini insan bilsin ki, Allah Teala'nın bizim üçün tərtib etdiyi 12 ayın içərisində hansı aydır Ramazan ayı, o ayı Allah üçün oruç tuta bilsin. Hansı günlərdir həccin günləri, o günləri həccə hazırlaşsın, səfər eləsin. Yəni bu zaman məfhumunu Allah Teala biz insanlar üçün, biz məxluqlar üçün xəlq edib ki, ibadətlərimizi onun əsasında ölçü biçi ilə, vaxtla təyin edək. Ona görə namaz haqqında da Nisa surəsinin 103-cü ayəsində buyuranda Allah Teala buyurur ki, İnne's-salate kânət aləl-mu'minîne kitâben mavqûtə. Həqiqətən də namaz möminlər üçün
müəyyən olunmuş vaxtlarla vacib edilmişdir. Yəni vaxtlara əsasən Allah Taala namazı vacib eləyib. Sübh namazının öz vaxtını, zöhr namazının öz vaxtını, əsr namazının öz vaxtını vaxta görə vacib eləyib. Yəni zöhr namazının vaxtı daxil olmamışdan, yəni zöhrün vaxtı daxil olmamışdan 10 dəqiqə, 20 dəqiqə əvvəl insan övladının həmin namazı əda eləməsinin heç bir əsası yoxdur. Onun vaciblik vaxtı zöhr daxil olduqdan sonradır. Və yaxud məğrib namazı, və yaxud sübh namazı. Ona görə vaxtların bizə bu mənada Allaha ibadət və itaətdə mühüm rolu vardır ki, ya Allah Teala bizi o ibadət və itaətləri müəyyən zaman çərçivələri içərisində istəmişdir. İnsan ömrü də bu vaxt zamanın içərisində, dəryanın içərisində Allah Teala'nın yaratdığı dəhrin müqabilində kiçik bir dəryadakı kiçik bir damcıya bənzəyir insan ömrü. Bu ömür Allah Teala bizim üçün bayaq qeyd etdiyimiz kimi çox dəyərli bir ömür müddətidir, yaş müddətidir. Bəzən bizlər insanlara müəyyən yaşla adlandıraraq filan, məsələn mənim filan yaşım var və ya filan kəsin 50 yaşı var, 60 yaşı var. Bir yaş məsələsi var. Bir də yəni yaş doğulduğu ildən var olduğu, həyatda olduğu ilə qədər hesablanan zaman müddəti. Bir də var ömür. Ömrü hədislərdə yaşdan fərqləndiriblər. Ömür insanın yaşı içərisində təqva ilə, salih əməllərlə, yaxşı işlərlə keçirilən vaxta ömür deyiblər. Salih işlərlə keçirilən vaxta ömür deyiblər. Ona görə elə böyük alimlər olublar ki, onlar hətta vəsiyyət ediblər ki, mənim qəbrimin üstündə mənim yaşımı yazmayın, ömrümü yazın. Allah Teala'nın və bəşəriyyətin xidmətində neçə il dayanmışamsa, məsələn, hansısa elmi əsəri neçə il müddətinə yazıbsa, deyiblər ki, mənim ömrümü, yaşımı o cür yazın. 20 il, 21 il, 18 il. Bəzi alimlər yəni faydalı keçirdikləri ömrü qeyd elətdiriblər. Qalan ömür gəlib keçib, bəlkə də xüsranda keçib, bəlkə də xəsarətdə keçib. Ona görə ən faydalı ömür, yəni dəyərli ömür, Allah yanında olan dəyərli ömür, yaşın içərisində Allah yolunda xidmətdə keçən ömürdür. Allah-u Teala bu ömrə görə Həzrəti Peyğəmbərimizə and içir. Qur'an-ı Kərimdə buyurur ki, tək yeganə məsumdur ki, yeganə Peyğəmbərdir ki, Allah Teala Xatəmül Ənbiya və Seyyidəl Mürsəlinə and içib Qur'an-ı Kərimdə və onun dəyərli ömrünə and içib buyurur ki, və lə umrak, ya Rasulallah, sənin ömrünə and olsun. And içir Həzrət Peyğəmbərimizin ömrünə. Yəni Həzrət Peyğəmbərimizin elə yaşı da ömrü kimidir, faydalıdır. Allah Teala bizə də faydalı ömür nəsib eləsin. Ona görə möminlər haqqında Qur'an-ı Kərimdə də Allah Teala Möminin surəsində buyurur ki, Bismillahirrahmanirrahim, qad aflahal mu'minun. Həqiqətən möminlər artıq nicat tapmışlar. Sonra möminlərin sifətləri izah edir. Buyurur ki, o kəslər ki, Əl-ləzinə hum fi salatihim xaşiun. O kəslər ki, namazlarında xuşu içərisində olarlar. Yəni, tam müti şəkildə olarlar, itaətkar halda olarlar. Allahın qarşısına dayananda öz bəndəliyini tanıyaraq dayanar, Mövlasının qarşısında. Sonra buyurur ki, وَالَّذ۪ينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ. O kəslər ki, boş şeylərdən, pis işlərdən, lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən üz döndərərlər. Qadağan olunmuş əməllərdən üz döndərərlər. Yəni, möminlərin sifətlərindən biri də Möminin surəsinin ilk ayələrində ki, Allah Teala bir neçə ayətdə möminlərin sifətlərini zikr edir. Biri də budur ki, o mömin öz ömrünü, öz illərini, həyatını boşa sərf eləməz. Pis şeylərdən uzaq durar, ləğv işlərdən uzaq durar, lazımsız, lüzumsuz şeylərdən üz döndərər. Təfsirdə buyururlar ki, üz döndərmək məsələsi o deməkdir ki, üzün çevirər gedər. Ümumiyyətlə, mömin qəlbini çevirər,
qəlbinə gətirməz o pis şeyləri ki, yəni meyl yaranmasın, qəlbində lüzumsuz şeylərə, lazımsız şeylərə, nəticəsi günah olacaq şeylərə, ömrünün boşa xərclənəcək şeylərin heç ürəyinə gətirməz, qəlbinə gətirməz və üzünü ondan çevirər. Hz. Rasulullahın sallallahu aleyhi və səlləmin gözəl bir hədisi şərifi də var. Buyurur ki, qiyamət günü insan 4 şeydən sorğu-sual olunmadıqca yerindən hərəkət edə bilməz, tərpənməz. Yəni qiyamət günü dedik ki, axirət günü nə günüdür? Sorğu-sual günüdür, hesab günüdür. Axirətdə artıq xeyir əməl etmək fürsəti yoxdur. O fürsət bu gündür. O gün bu gündür. Hz. Əmir Əl-Mömin Əleyhisselamın başqa bir gözəl sözü var. Buyurur ki, "Mə kənə mada fəmə səyətikə fəeyn qum fəxtəniməl fursətə beynəl adəmi." Nə qədər ki, keçmişdə qalıb, nə qədər ki, keçən günlər artıq geridə qalıb, onları geri qaytarmaq mümkün deyil və gələcək gündə hələ gəlib yetişməyib. Bu iki ədəm arasında, ədəm yəni iki boşluq, yəni keçmiş getdi, bizim üçün artıq keçmiş bir boşluqdur. Gələcək də hələ bilmirik nə ilə gəlir bizə tərəf. O da bizim üçün bir boşluqdur. Bu iki Adəm arasında, boşluq arasında olan indiki halından buyurur ki, qum fəxtənim, ayağa qalx, yəni ayıl, oyan və indiki halından istifadə elə. İndiki vəziyyətindən, hal-hazırda aldığın nəfəsdən, yaşadığın ömürdən istifadə elə, Allah yolunda itaətdə ol. Yəni Allahın itaətində keçir bu zamanını. Yəni bizə verilmiş bu zaman bir daha geri qayıtmır. Qarşıdan gələn zamanı da hələ bilmirik hansı şəkildə bizə yetişər. Hz. Rasulullahın bayaq dediyim hədis şərifindəki qiyamət günündə 4 şeydən soruşulmadıqca insan övladı yerindən tərpənməz. Biri budur ki, buyururlar ki, soruşular, ömrünü nəyə sərf eləmisən? Ömrümüzü biz nəyə sərf eləmişik? Vaxtımızı nəyə sərf eləmişik? Çox təəssüf ki, indiki zamanda vaxtı boş şeylərə sərf eləmək üçün çox alətlər var. Çox vasitələr var ki, əlimizdə də özdə, kənarda deyil. Və bununla da biz ömrümüzün, dəyərli ömrümüzü, Allah Taala'nın bizə sərmayə kimi verdiyi ömrü puça çıxartmağı çox asanlıqla öz əlimizdə gəzdiririk bəzən. Saatlarca telefonun başında öz qiymətli vaxtımızı boşa veririk. Və Allah bu boşa verdiyimiz vaxtdan bilək ki, soruşacaq, qiyamət günündə bizdən soruşulacaq. Ömrünü nəyə sərf elədin? Allahın sənə verdiyi o neməti nəyə sərf elədin? İkinci sual, gəncliyini necə keçirdin? Cavanlığını necə keçirdin? İnsan evladının ən güclü, qüdrətli vaxtı onun cavanlığıdır. Və cavanlıqda elədiyi yaxşı əməl, xeyir əməl, ibadət, Allaha yaxınlaşmaq cəhdi, Allahın dininə xidmət eləmək cəhdi, insanların xidmətində dayanmaq səyi yaşlanan vaxtdan çox-çox qiymətlidir Allah yanında. Bunu hədis-i şəriflərdə də buyurulub. Ona görə cavanlıq vaxtı çox dəyərlidir. Həm bizim üçün, çünki qüdrətli, qüvvətli vaxtı, ibadətin də ləzzəti ondadır. Yaşlı vaxtı onsuz insan övladı başqa bir şey eləməyə də nə gücü var, nə taqəti var. Məcburdur, elə Allaha yaxınlaşdığının artıq hiss eləyir, ibadətlə keçirsin gününü, saatini. Amma əsas məsələ qiymətli, dəyərli vaxt, gücün, qüdrətin mövcud olan vaxtı insan o qüdrətini nəyə sərf elədi? Yəni gənclik vaxtı, cavanlıq vaxtı, keçirilən vaxtımız haqqında soruşular. Üçüncü, malımızı haradan qazanıb, haraya xərclətməkdən soruşularıq. Haradan qazanmışıq? Halaldanmı, haramdanmı, Allah Taala'nın icazə verdiyi mənbədənmi, yoxsa haram yollardan və haraya da sərf eləmişik, qazandığımızın da sərf olunduğu yerlər bizdən soruşurlar. Görəsən Allah yolunda, Allah Taala'nın istədiyi yollarda xərcləmişik, yoxsa öz həva-i nəfsimizin istədiyi yollarda xərcləmişik? Yəni bu məsələlər soruşurlar. Dördüncü də buyurur ki, bildiyi ilə nə etdiyindən soruşurlar. Yəni hər kəs nəyi bilirsə ondan məsuldur. Bir adam məsələn hər hansı bir məsələni bilmirsə, hətta şəri məsələ olsa,
Bilmirsə, onu səhv də əncam versə, Allah Teala onu məsul hesab eləməz. Amma bir insan ki, vəzifəsini bilir, şəriət vəzifəsini bilir, yəni dini vəzifəsini bilir və yaxud dünyəvi vəzifəsini bilir, onu əməl eləmirsə, o artıq ondan məsuldur, ondan hesab verər. Allah Teala hesabımızı inşallah asan eləsin və keçirdiyimiz ömrü dəyərli olmasını uca Rəbbimizdən niyaz eləyək. Allah Teala ömrümüzü puça çıxmasına bizi yönətməsin inşallah. O niyyətə Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Sadaqallahul aliyyul azim.